yandan telefona səs verirsən, səs çıxmır. Çünki mən danışmırdım. Özüm səni anlatdım. Amma indi sənə elə bir məlumat verəcəm ki, imtahana gedəndə deyəcəksən ki, yaxşı ki, müəllim videonun əvvəlində məni aldatmışdı, amma bu dəfə mənə doğru məlumat verib ki, mən bu sualı yaza bilirəm. Nədir bu? 1-ci, 2-ci Dünya müharibəsi haqqında ortaq və fərqli cəhətlər. Baxın, 1-ci Dünya müharibəsi ilə 2-ci Dünya müharibəsinin ortaq tərəfi ondan ibarətdir ki, hər iki müharibəyə ABŞ sonradan qoşulub. Hər iki müharibədə İtaliya tərəf dəyişib. Hər iki müharibədə Almaniya məğlub olur. Bəs yaxşı, fərqli tərəfləri. Fərqli cəhəti odur ki, 1-ci Dünya müharibəsində Yaponiya qalib gəlir, amma 2-ci Dünya müharibəsində çox böyük məğlubiyyətə məruz qalır. Həmçinin qeyd edə bilərik ki, 1-ci Dünya müharibəsində Rusiya müharibəni yarıda tərk eləyir, ancaq 2-ci Dünya müharibəsində sona qədər davam edir. Videoların davamı üçün videonu bəyənin və şərh bölməsinə fikirlərinizi yazmağı unutmayın.